Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Az Səs TV-dən xidmətinizdəyəm. Bu günləri verilişimiz həsr olunacaq məhbuslarımıza və həmçinin bölgədə baş verən olaylar, o cümlədən Kürd məsələsi Suriyədə və onların xəli silah olmağı haqda danışacağıq. Bu günləri məhbuslarımızdan biraz geniş danışacaq qonağımız və bu günləri hörmətli qonağımız Mahmud bəy Bilgin cənablarıdır. Mahmud bəy Bilgini dostlar siz tanıyırsınız. Azərbaycanın milli hərəkətində önəmli şəxsiyyətlərimizdən və milli fəallarımızdandır ki, illər boyudur bu hərəkətə can qoyub, malın qoyub, sərvətin qoyub, balalarınla, uşaqlarınla, ailəsinlə zaman-zaman geniş fəaliyyət eləyibdilər və mən çox Mahmud bəy haqqında geniş məlumat vermək lazım deyil. Mən inanıram ki, hər kəs bu Azərbaycanın milli hərəkətinin elə yanından da keçsə qətən bilir. O itilat, ondan sonra məmuri, Cumhuri İslami ki, o heç. Onlar öz yerində ki, onlar qətən Mahmud bəyi bizdən də yaxşı tanıyırlar və onun bioqrafiyasını yaxşı bilirlər. Amma önəmli məsələlərdən biri iki dənə şəxsiyyətimizin biri tutulmağıdır, biri də xəstəxanaya getməyidir ki, onu da Mahmud bəy danışacaq. Həm Kərim Boksər haqqında və həm də Cənab-ı Tahir Nəqəvi ki, zindandan xəstəxanaya gedirdi və xəstəxanada onun ailəsinə təzyiqlər və millət ona etiraz edib və o ailəsinin telefonunu istəyirmişlər alalar və o haqda da Mahmud bəy geniş danışacaqlar. Dostlar, hər halda biz görürük ki, Cumhuri İslami nə işlər görür. Hətta o Ələviləri Suriyədə gənə də yenidən silahlandırıb, gənə də orada münaqişələrə necə ki, Türkiyə Hakan Fidan Xarici İşlər Naziri təzəkkür vermişdi ki, İran hakimiyyəti Suriyənin işinə müdaxilə eləməsin, amma onların indi əmələn onlar nə qədər düzgün mövqe tutub, düzgün məsələni ortaya qoymağa, elə bunu da xahiş eləyəcəm qonağımız danışar. Mahmud bəy, xoş gəlibsiniz bizim verilişə, bizim dəvətimizi qəbul etdiyiniz üçün sizə minnətdaram. Hər halda buyurun, söz sizindir. Çox sağ olun. Əli bəy Süleyman, mən sizi salamlayıram və belə bizi izləyən bütün izləyiciləri sevgi və saygı ilə salamlayıram. Az News, Az Səs televizyonusunun verdiyi imkandan da təşəkkür edirəm. Buyurun. Səs yoxdur, səs. Bağışlayın dostlar, mən səsi bağlamışdım. Çünki burada biraz öskürürdüm, ona görə çox üzr istəyirəm. Instagramdan da dostlar bizim proqramımız buraxılacaq. Instagramda Az News 24 ID-sindən bizi izləyə bilərsiniz. Hər halda çox sağ olsun Az Səs TV-nin əməkdaşları elə bunu da çalışdırdılar və oradan Instagram Az News 24-dən də yayılsın. Bunu xahiş edirəm dostlarınıza, yoldaşlarınıza, hətta bizim Az Səs TV-ni də canlı yayımların görmək üçün dostlarınıza bizim ID-lərimizi göndərin. Ta eləyə bilsinlər, hər yoldan rahatdilər, həm Instagramdan, həm YouTube kanalından bizi izləsinlər. Mahmud bəy, proqramı dedim, məhbuslarımızdan başlayaq. Buyurun. Çox sağ olun. Demək ki, bu yenilik ki oldu bu həftə məhbuslarımızla bağlı.
təəssüf olsun ki, xanım Fatma Atəşi Xiyavda biləsin elə tutmuşdular. Gene de o milli məsələlərlə bağlı ki, güya rejimə qarşı fəaliyyətdədir. Eyni halda milli məsələlərin mübəlliğidir, təbliğatçısıdır. Belə məsələlərlə bağlı keçmişdə buna Qazi Sələvatı 5 il zindan vermişdi. İndi isə icra hökmünlə bağlı evinə aparıbla biləsin Fatma xanım Atəşini. Bu məsələ ilə yanaşı yenə də evindən bizim tanınmış fəalımız ki, il yarımdan çoxdur, indi doğrudan çoxlu işgəncələrin altındadır Tahir bəy Nəqəvi və cismi baxımından heç durumu yaxşı deyil. Nəhayət məsullar qəbul eləmişlər ki, biləsin, demək xəstəxanaya aparsınlar və orada müdavasına əl vursunlar. Xəstəxananın yerini dəyişirlər, nə edirlər? 1000 dənə oyun gətirəndən sonra nəhayət, çünki bu da bir qohumu ilə təmasdaymış ki, o qohumu da oğlu ilə gələcəkmişdi o xəstəxanaya. Xanımıymış, mən eşitməm və zad elədim ki, dedilər ki, xanımıdır. Xanımı gəlib. Herhalde orada bir oğlu da yanındaydı. Bunlar məmurlar çox elə belə yanaşırlar ki, sizin əlinizdə telefon var, həttəmə siz film çəkərsiniz, şəkil çəkərsiniz, nə? Onun üçün çox çirkin davranırlar xanımı ilə oğluna. Və bu məsələ bahis olur ki, Tahir bəy çox qızır, çox narahat olur və müdavadan sərfinizə elədiyi, mən əslən imkanı yoxdur, qoyun məni siz burada müdavə edəsiniz və beləliklə bir daha biləsin qaytarırlar evin zindanına. Yəni rejimin bu cür alçaq davranışları aylarca intizarı var, keçsin müdavaya və təəssüf olsun ki, belə bir çirkin davranmaları, insaniyyətdən uzaq yanaşmaları bahis olur ki, öz uşağı yanında, ailəsi yanında silir və belə olur ki, hətta istimişdə onları da sussunlar. Orada olan cəmaət, məmurlar oyunlarına baxmayaraq, cəmaət müdaxilə edir və qoymurlar ki, belə bir məsələ geçsin qabağa. Hər halda rejimin alçaq oyunlarıdır. Eyni halda bu həftə Sima xanım Əlipurun, o da milli fəallarımızdandır. Onun da evinə tökülürlər və çox təhqir edirlər və çalışırlar ki, orada da yenə də bir sıra qeyri-qanuni işlər aparsınlar qabağa. Yəni bunlar hər zaman bizim milli fəallarla bağlı, biz bunlar dəfələrcə görürük. Kərim bəy Bukserdən söz açdınız. Kərim bəy Bukser bilirsiniz ki, çox tanınmış milli fəallardandır. Demək, Kərim bəy dəfələrcə tutulub, zindana salınıb və işgəncə görübdür. Bu son dəfə yenə də bahana axtarılmışlar ki, tutsunlar. Bu dəfə də bahanalar bu olub ki, güya müəyyən bir meydanı bir hərəkətlərdə olunubdur. Belə bir zənn ilə, belə bir düşüncə ilə Kərim bəy tutublar və çağırıblar və bazdaşda və güya oradan aparıblar zindana. İndi bununla bağlı dəyişikli xəbərlər yayılmaqdadır rejim tərəfindən. Rejim çalışır ki, yox, hələ bu bazdaşdadır. Bəzi xəbərlər də vardır ki, yox, bu elə zindana müntəqil olunubdur. Bilirsiniz ki, daha zindana müntəqil olunda onda da daha hökm məsələsidir filandır və biraz məsələ ağır olur. Yəni daha hələlik tutuqlamada deyil ki, deyək ki, sabah mümkündür buraxalar, ya bir gün biləsin, mümkündür buraxalar. Bu tutuqlamalarla bağlı yanaşı, əlbəttə bilirsiniz ki, bunu da bir də təzədən vurgulayım ki, bizim elə tanınmış milli fəallarımız Əzim bəy Əzimi, Qədim cənabları və ya Araz Aman, Bağır Hacızadə, Ayaz Seyfqa, Kəmal Nuri, Həsən İbrahimi, Süleyman Məhəmmədi, Kərim Mərdanə, bunlar elə və Vədud Əsədi, Murtəza Pərvin, bunlar elə o cür zindandadırlar. Özəlliklə Vədud Əsədini təzədən ki, tutdular. Keçən həftə bilirsiniz ki, biləsin yenidən yəni hökm var idi və təzədən tutdular hökmün icrası adı ilə çağırmışlar, biləsin, onu da evinə müntəqil elədilər. Bu tutuqlamalar davam edərkən bir maraqlı bir hadisə oldu bu həftənin içində. O da demək ki, bu günlərim elə UN-in, demək ki, Birləşmiş BMT-nin demək insan hüquqları sorumlusu xanımı May Sato
Bir dənə quzarış yayıbdı Güney Azərbaycan məsələsi ilə bağlı çıxışında UN-də və orada açıq vurğulayıb ki, Azərbaycan milli fəalları işgəncədədirlər. 8-inin açıq adını gətiribdir, o cümlədən elə Tahir Nəqəvinin və Murtəza Pərvinin ki, bilirsiniz, Murtəza Pərvin bizim hünərmətlərimizdəndir, tanınmış hünərmətlərimizdəndir ki, zindanda da elə o cür hünəri işlərinə baxır və digər milli fəallarımızın adını çəkibdir. Eyni halda siyasi milli fəallarımızla yanaşı Urmu gölüdür, Urmiyenin Azərbaycanda olan demək ki, haqsızlıqlar ki, milli məsələlərlə bağlı olur, məcbur qalırlar ki, başqa ölkələrdə, başqa yerlərdə, İranın başqa yerlərində iş üçün getsinlər, üçün öz torpaqlarında iş yoxdur. Və zülmü iqtisadi, ictimai və bu zülmlərlə bərabər də dediyim kimi bizim milli fəallarımızla bağlı da çox geniş bir quzarış veribdir xanım Maysato və bu da öz yerində çox önəm daşıyır. Siyasi zindanlarımızın gündəlik mübarizələri davam etməkdədir və hər halda bu elə yenə də göstərir ki, bizim milli hərəkətin nə qədər güclü olmasıdır ki, rejimi qorxudub, rejimi qorxuya salır və rejim bu qorxusu ilə istər-istəməz elə gündəlik şəhərlərimizdə onu tutur, bunu buraxır və ya bəzən tutub bu cür işgəncələrlə çoxlu zindanlar verilir. Və bu dəfə də bu xanımlara bu cür demək ki, tutuqlamaları milli hərəkətimiz içində bu da bir demək ki, keçmişdə əlbəttə xanımlarımızın çoxu belə məsələlərə məruz qalmışdılar. İndi isə də elə Fatma xanım Atəşev ya demək dediyim kimi Sima xanım Əlipura da belə bir evinə tökülmək və alçaqlamalar göstərir ki, xanımlarımızın da hərəkətimizdə daha geniş yer alması rejimi rahatsız edir. Buyurun. Bəli. Çox sağ olun, təşəkkür edirəm. Mən bir dənə bir şey diqqətimi çəkdi. Əvvələn o UN-in, BMT-nin o insan haqları şöbəsinin elanı çox məni sevindirir ki, belə bir qurumda bizim cadımız səslənir. Və bu çox önəmli bir mövzudur dostlar. Bizim dostlarımız çalışmağının nəticəsini görürük ki, dostlarımız ki çalışırlar, UN-lə işləyirlər, UN-in insan haqlarına göstərişlər verirlər, ondan sonra məlumatlar ötürürlər və bu günləri UN-dən bizim o səsimiz, harayımızın orada səslənməsi çox böyük bir dənə bizim hərəkətə uğurdur. Amma ikinci məsələ budur ki, dostlar, xanımların Azərbaycanın milli hərəkətinə yanaşmaları və Fatimə xanım Atəşoğlu'dur da famili. Mən bunu düzdən tanımırdım, amma çox sevinirəm ki, buradan tanıyıram. Burada Mahmud bəy səsləndirdi və məni sevindirir. Sima xanım Əlipur, bunların tutulmağı və bunların ərsədə olmağı bizi sevindirir. Biz fəxr edirik ki, belə ailələrimiz, məxsusən Meşkin kimi bir şəhərdə ki, sünnəti bir şəhərdir, Elat bir şəhəridir. O, yəni Elatın həmişə paytaxtı olub da, şahsevənlərin paytaxtı olubdur. Meşkin kimi bir dənə sünnəti şəhərdən, oradan bir dənə bizim qəhrəman Asenamız mübarizəyə qatılır və Azərbaycanın milli hərəkətinin məfkurəsini müdafiə edir. Eşq olsun belə ailələrə və eşq olsun onu ətəcində böyüdən atıya və anıya. Mən fəxr edirəm ki, belə insanlarımız belə könüllə gəlirlər bu hərəkətə, bu hərəkətin şəncəsini, əzabını, abrını, həyasını, iffətini, ismətini bu yolda qoyub və canla başla çalışırlar. Eşq olsun belə atalara, analara, qardaşlara, bacılara. Mahmud bəy, istərdim bir dənə sual soruşam. Bax,
Siz necə görürsünüz Azərbaycanın milli hərəkətini? Bu günləri bax, belə insanların qatılmağı, belə qadınlarımızın hərəkətdən istiqbalı necə fikirləşirsiniz? Bax, bu nəyin nəticəsidir? Bu demək bəlkə də 30 ildən çox gündəlik mübarizənin minlər, on minlər insanın dəyişikli şəhərlərdə, iş yerlərində, okullarda, üniversitelərdə, bilim yurtlarda onların gündəlik mübarizənin nəticəsidir. Ki bizim söyləmimiz, bizim siyasi və ideolojik düşüncələrimiz, millətçiliyimizlə bağlı, millətimizin dərdlərini demək yaymaqla bağlı, eyni halda siyasiləşməsinin hərəkətimizin göstəricisidir. Ki İran rejimi daha artıq həm çalışdı ki, ay Pezeshkiyanı getməkliyi ilə bizim söyləmimizi, bizim fasda demişən qoftumanımızı alsın əlinə və bizim milli hərəkəti bəlkə yönün dəyişdirsin, amma başara bilmədi və bu bizim milli hərəkətin daha genişlənməsinə yol açıb bu məsələlər. Bizim milli hərəkət indi isə doğrudan elə yaşı baxımından çox aşağı yaşlara gəlib yetişib. Keçmişdə bizim vaxtımızda tutalım 40-50-də idi, sonra gəldi yetişdi yaşı 25-20-yə. İndi isə 12, 13, 14, 15 yaşlarında uşaqlar belə qaçıblar milli hərəkətin içinə. Onların şeir oxumaqları, bizim mahnıları bu tür dikləmə kimi birlikdə oxumaqlıqları və bizim milli hərəkət daha aydınlar içindən, üniversitelərdən, okullardan genişlənib ölkəmizin içində yayılması bu göstərir ki, milli hərəkət başarılı olubdur. Yəni başqa ideolojilərlə yanaşı, solçuluqla, nə bilim, hakimiyyətin müəyyən bölümləri ilə bağlı, xalq mücahidləri ilə, şahçılarla, İranın dəyişiklik böyük partiyaları ilə, bütünlük partiyaları ilə biz qiyas eləyəndə görürük ki, bizim milli hərəkət yox imkanı ilə. Yəni fikirləşin ki, partiyaları qədəğən, şəxsiyyətləri zor altında, öndərləri baskı altında zindanlarda tuturlar, buraxılırlar, tamam gözlər onların üstündə. Buna baxmayaraq bizim milli hərəkət çox rahatlıqla, çünki doğrudan modernidir, mədənidir, rahatlıqla ailələrin içinə gedir. Niyə gedir? Əsas istək budur ki, bir dənə zülmü var camiədə, bir dənə vaqiyyət vardır ki, millətimizi ikinci dərəcə ediblər. Dili yasaqdır, ekonomisi talan olur, kültürü yasaqdır, ayrı seçkiliyi ləms edir. Hər ailə ayrı seçkiliyi ləms eləyəndə, bu zülmü ləms eləyəndə ki, təb'iz var camiədə, bu təb'izin nəticəsində çox rahatlıqla buna qovuşma genişlənir. Və buna görədir ki, genişlənəndə də təbiidir ki, cavanlar, qızlarımız, oğlanlarımız bunun qabağında sükut edə bilmirlər. Sükut etməyəndə biz baxırıq, görürük ki, hərəkət olur, meydani hərəkətlər olur, okullarda mədəni hərəkətlər və beləliklə rejim məcbur qalır orada burada varlıq göstərməyə. Bu tutuqlamalar bizim 10.000-də biridir milli fəallarımızın. Yəni rejim hamısını tuta bilməz ki. Nəhayət olar ki, çox gözünə batır və baxır ki, daha eləyə bilmir, məcbur qalır gəlir tutur. Və bu çox sevindiricidir. Yəni bizdə olan kapasitə heç millətdə, İranda yaşayan millətlərin heç birində bizim millətimiz qədər kapasitə yoxdur ki, bu eləyə bilər, bu kapasitə özün rahatlıqla görsə də, biraz sana şərait ələni olunsa, biraz imkanat ola bir yarım demokratik bir şərait olsa, bizim milli hərəkət varlığını göstərəcəkdir ki, daha milli həqləri nə cür mədəni səviyyədə siyasiləşmə halda xiyabanlarda, orada burada rahatlıqla göstərəcəkdir. Onda daha dünya, bu heç kəs deyə bilməyəcəkdir ki, azlıqlar, nə bilim, orada burada bir neçə nəfərin fəaliyyət eləməsi. Bəlkə görəcəklər ki, yüz minlər insanın şəhərlərdə siyasiləşmə halda milli istəklərini ortaya qoyub və tələbləri vardır. O tələbləri də çox bəllidir ki, bərabər haqlıq istəyirlər. Yəni bu tələblər millətimizin milli hərəkətdən öndə sürdüyü istəklər ki, bu istəklər əsasında milli müqəddəratı təyin etmək bir millətin haqqıdır deyə dilinin rəsmi olmasını istəyir. Deyim